Hər vaxtınız xeyir olsun. Bir daha qeyd elədiyimiz kimi Bakı İqlim Fəaliyyəti Həftəsindəyik və ikinci dəfədir ki, ölkəmizdə bu İqlim Fəaliyyəti Həftəsi davam edir və bu istiqamətdə Yalçın bəy yanımdadır. İstərdim ki, suallarımızı ona ünvanlayaq. Yalçın bəy, hər vaxtınız xeyir olsun. İkinci dəfədə Azərbaycan ev sahibliyi edir bu COP29 ilə bağlı. Daha sonra artıq biz COP30-a keçid eləyəcəyik. Azərbaycan üçün nə əhəmiyyət kəsb edir bu həftə? Buyurun, sizdən eşidək. Təşəkkür edirəm. Bildiyiniz kimi COP29-un uğurlu nəticələrindən sonra bizim hazırda ən böyük hədəfimiz onun nəticələrinin qorunub saxlanması və Azərbaycanın regionun iqlim fəaliyyəti üzrə əsas mərkəzlərindən birinə çevrilməsidir. Və bu ilki COP29 iqlim həftəsinin, Bakı iqlim həftəsinin elə mövzusu da məhz bölgəmizdə və ondan kənarda iqlim fəaliyyəti ilə bağlı aktivliyin qorunub saxlanması ilə bağlıdır. Bunun hazırki dövrə təsadüf etməsi, yəni BMT Baş Assambleyasından bir həftə sonra baş verməsinin özünün də bir simvolik əhəmiyyəti var. Dünya liderləri bir araya gəldi, iqlim fəaliyyətinin istiqamətlərini müəyyənləşdirdi və indi artıq Bakı həftəsində müxtəlif cəmiyyətin segmentlərindən olan nümayəndələr gələrək gələcək planları müxtəlif səviyyələrdə müzakirə edəcəklər. Yalçın bəy, dediniz ki, biz təcrübəmizi bölüşürük Braziliya ilə. Bununla da bağlı biraz informasiya verə bilərsiniz? Bəli, biz COP29 bilirsiniz ki, çox çətin, mən qeyd etdiyim kimi çıxışda da mürəkkəb bir mühitdə baş verdi. Yəni bu həm ölkələrdə baş verən siyasi dəyişikliklərlə bağlı idi, həm qərarların çətinliyi ilə və bu bizdə yetəri qədər bir təcrübə yaratdı ki, artıq özümüzdən sonraki sədrliklərə də bunu mübadilə edək onlarla və biz qeyd etdiyim kimi yeni bir artıq idarə də yaratmışıq Nazirliyin nəzdində, Xarici İşlər Nazirliyi İqlim Diplomatiyası İdarəsi. Orada təcrübəli danışıqçılarımız, ekspertlərimiz çalışır və onlar öz Braziliyalı həmkarlarına bu təcrübəni ötürməklə məşğuldur. Təşəkkür edirəm sizə. Bir daha xatırladım ki, müsahibim Yalçın Rəfiyev idi və bizə daha detallı formada informasiyaları COP-la bağlı, iqlim fəaliyyəti ilə bağlı məlumatları diqqətimizə çatdırdı. Bu saatı deyəcəyim məlumatlar hələlik bundan ibarətdir və sözü yenidən sizə ötürürəm.